İndi bir dənə 8 yaşında, 9 yaşında uşaq ki, bir dənə ona söz deyirsən, yapışır dilindən, bu qədər suallar verir sənə ki, deyirlər uşaqlar gündə 300 dənədən artıq sual verir adama, bu 300-də üstünə gəlir. Sən böyük ağıllı, niyə görə bir kəlmə sənin şübhə beynivə salanda, elə o dəqiqədə qəbul edirsən. Təəccüb edir amma, görsən bir adamın dədəsi, babası Hüseynçi olub, İmam Hüseynə görə zəncir vurub, sinə vurub, mərsiyə deyib, ağlayıb, məclisinə gedib, qara geyib, nimlətlər eləyib. Bu da bunu gözü ilə görüb, özü də asası ilə baxar. Bir gün gəlib ona deyən kimi, ay yox, bu məclis düzgün məclisdir, tez formasını dəyişdi, vidin dəyişdi, hə, bu məclis düzgündür. Ay sən hələ sənə o sözü deyənə bir dənə sözdür, gör o səndən qəbul eləyəcək onu. Sən onun əqidəsinin əleyhinə bir kəlmə sözdür. Görək bu tezliklə o səndən qəbul edəcək. Hasan Allah'ı tanımayan bizdən bir kəlmə sözlə qəbul edib Allah'ı. Belə ki bizim İslamda, əqaiddə, kəlamda, fəlsəfədə dəlillərimiz var ha. Vacibəl vücudun olmağına, ilahinin olmağına, Allah'ın varlığına. Bu belə dəlillər nədən çıxıb ortalığa? Elə bu cəmaat bir kəlmə Allah var deməklə Allah'ı qəbul eləsəydi, belə fəlsəfi, məntiqi dəlillər, ayələr, hədislər lazım deyir ki. Bəs bunun hansına tək Allah var deyəndə, elə səndən deyən kimi qəbul eləmir. 100 dənə dəlil istəyir. Yoxsa sən də yolu dəyişəndə, sən gedirsən bir dənə yolla, biri gəldir, qardaş deyən, mənim sənə ürəyim yanır, sənə yazığım gəlir, sənin üçün narahatam. Sən bu yolla getmə, düş bu birisi yoldan get. Deyir, gedəndə yapışırsan yaxasını. Sən kimsən, mənə ürəyi yanır. Sən kimsən, məndən ötürü narahatsan. Niyə sənin mənə görə ürəyin ağrıyır? Yəni sən belə bir dərəcəyə gəlib yetişirsən, peyğəmbərlərdən də dilsiz olubsan, hətta çıxıb yoldan gələn də saxlayıb ona moizə nəsiyyət edirsən. Və fərz eləyib sən bir insani keyfiyyətə maliksən ki, bu dediklərin hamısı var səndə, bunu qəbul elədik, bəs subut eləcəkən, bu dəlil, bu yol niyə pisdir? O bir yol yaxşı yoldur. Bunu mənə subut elə. Dəlil istəmir, hə düzdür. Ha, mən deyir belə, o bir arvad məsihiyyəti qəbul eləmişdi, Hacı Əbdüldə başına bir dənə qappaz vurdu televizorda. Deyir, mən namaz da qılırdım. Oruç da tuturdum, o yetim də gedib yaxmışmışdı yaxasından ki, demirsən namaz qılırdım, bir də həmdi surə ödəyir. Yalandan deyir, namaz qılırdım. O da deyir, yo demirəm. De də, namaz qılan döyürdün, de həmdi surə. Demirəm, İslamda mən qəmginlik gördüm. Məsihiyyatda sevinç gördüm. Əlbəttə, indiki məsihiyyatda sevinç olacaq da. Haram yox, qadağa yox, zina halal, şərab içmək halal, oğurluq eləmək halal. İnək yaşayışı da bir dənə inək yaşayışı. Əlbəttə, sən bu yaşayışdan keçəcəksən o. Musiqi haramdır, caz haramdır, rap haramdır, ondan sonra zaks yox, kəbin yox, meyd namazı yox, nə bilim yox. Elə bir dənə turbaları var, onunla kəbin də kəsirlər, ölü də bastırırlar, onunla hər işlərin həll eləyirlər. Amma İslamda işte, olmaqdan ötürü xeyli işlər var axı. Məhdudiyyətlər var, qanunlar var, halallar var, haramlar var. Sən ona görə keçimsən. İndi bu yol, keçən dəfə mən ərz elədim, o biri 8 sırmanı ayaqqabı alıb, məndən təqlid eləyir. Fərz eləyir, ha, məsələn. Bu cəmaatın halına ki, onda gəlin mən müştəhid olam, cəmaat da məndən təqlid eləyir. Məndən təqlid eləyir. Açır mənim risaləmi görür ki, bu ayaqqabı gəlib Kitaydan. Mən də yazmışam, Kitaydan gələn ayaqqabı nədir? Geymək işqallıdır, olmaz. Ayağın tərrədi, dəydi ona. Ayağın oldu nəcis, gəldin, girdin evə, oldu nəcis, arvad da götürdü, süpürgəni düşdü sənin üstüne ki, niyə evi nəcis elədin, mətidə gəldin filan, bəsməkən, və mən nətər eləyim, neyəliyim, başladım risalələri axtarmağa. Gördüm ki, məsələn, Həsən Qulu adında bir dənə müştəhid yazıb ki, xaricdən gələn ayaqqabılar nəcis hökmündə deyir. Mən neyəliyim, 8 şirvanlıq ayaqqabını çıxardıb tullamağa, başlayıram neyləməyə, müstəhidi dəyişmək. Götür, qoy, qutardı. 8 şirvanı hamara nöşəsin ki, hazır burada halal deyən var da. Amma baxın, Risalənin əvvəldə 7-ci, 8-ci məsələdir, ya 9-cu məsələdir, yazır ki, əgər bir müstəhidin bir məsələdə fətvası varsa, o müstəhiddən başqa müstəhidə üdul eləmək olmaz. Olmaz. Bir yerdə olar ki, ya fətvası olmasın o məsələdə, ya da ki, o məsələdə hökm verməsin, ehtiyat eləsin.
Onda insan ixtiyarı var, dönsün o tərəfə. Ay 8 sırmana görə qoydum, mənim boyda müşteri qoydum bagaja. Sənə nə verdilər, nə öyrətdilər, nə yedirtdilər, nə isitdilər? İmam Hüseyin əleyhissalamı qoydum bir tərəfə, get tapdığın adam da məlumdur kimdir. Kimin dalıyla gedirsən, heç olmasa biz deyirik Hüseyin. İndi sən şübhəlisən, biz yəqinə yetişmişik. Sabah qiyamətdə məlum olacaq. Ha, sən kimin dalıyla gedirsən, o məlumdur axı. Elədir. Mən gedirəm Hüseynin dalıyla. Peyğəmbərin nəvəsi, Hazreti Fatimənin oğlu, Hazreti Əlinin oğlu, Peyğəmbər qucağında gəzdirib, boynuna minzirib, gözünün yaşını töküb, bayaq dedim boğazından öpüb. Bunların hamısını eləyən halda o adam ki, sən onun dalıyla gedirsən, Hüseyinlə dalıyla getməyi bütpərəstlik hesab edirsən, müşriklik hesab edirsən, nə hesab edirsən, amma özün dalıyla getdiyin adamın üzünə heç Peyğəmbər tüpürməyib də. Nətər olur, bunun dalıyla gedirsən, bu müşriklik olur. Axı, o adam deyə bilməz ki, mən Hüseynin dalından çıxdım, arxasından döndüm, onun itaətindən, məsələn, onun ardıyla getməkdən üz döndərdim, da heç kimin arxasında döyürəm. Və nətər olursan? Sən kimsən ki, elə hərəkət edəcəksən ki, bundan sonra heç kimə ehtiyacın olmayacaq. Gərək kiminsə ardıyla gedəsən. Bir məktəbin dalıyla gedirsən. Təbiidir ki, sən buradan dönüb, başqa bir məktəbin dalıyla getmirsən. Yaxşı, o məktəbi çıxar, Hüseynindən artıq olsun.